Kreditdən yararlanan tələbələr arasında sizə ən çox təsirləndirən, bəlkə də biraz kövrəldən həyat hekayələri hansılardır? Açığı, belə hekayələr çoxdur, olduqca çoxdur. Əgər tələbə ilə bağlı ağır bir xəstəlik və yaxud da taley yüklü bir məsələ olarsa, insan dili çönmür deməyə, başına bir faciə bir gələrsə, bu halda borcu kim ödəyir? Elə bu maarifləndirmə işinin əsas məqsədlərindən birisi də ondan ibarətdir ki, burada valideyn heç bir məsuliyyət daşımır da. Təhsil haqqı xərci üçün valideyni tələbəmizə vəsaiti təqdim edir, ayırıb. Özü ödəmir, tələbəyə verir ki, sən apar bu vəsaiti müəssisəyə təqdim et. Təbii ki, bu valideyn və tələbə arasında olan bu münasibətdir. Təbii ki, bu ailə fərdlərinin arasında olan münasibət. Bu bizim üçün hər hansı bir səbəb deyil. Yəni, insanların keçmişdə etdiyi yanlışa görə bugünkü gün hansısa bir təyinatı məhdudlaşdırmaq, mən özlüyümdə düşünürəm ki, bu düzgün yanaşma deyil və ən azından islah olub ki, o oxumaq istəyir. Təbii ki. Yəni, biz bunu qazanmalıyıq. Yenə də deyirəm, bugünkü gün əgər mənə zəng eləyib hansısa bir vətəndaş belə desə ki, övladım kredit ala bilmədi, imtina düşdü, mən bu adama kömək edə bilmirəm. Bəs kredit alan tələbə təhsilini yarımçıq qoyarsa, bunun hüquqi və maliyyə baxımından hansı məsuliyyətləri var? Belədir ki, qanunvericiliyin tələbələrin kreditləri geri ödəməsi ilə bağlı olan hissəsində aşkar şəkildə qeyd olunubdur ki, əgər tələbə təhsilini yarımçıq qoyursa və yaxud da təhsildən kənarlaşdırılırsa, onun aldığı kreditlərə görə geri ödəmə dövrü elə həmin gündən başlayır. Bəli. Əmrləşdiyi gün ki var, təhsil müəssisəsi ki əmrləşdirir, artıq tələbə xaric olundu və yaxud da ki, öz istəyi ilə kənarlaşdı. Yəni, səhv eləmir əslində təhsil yarımçıq qoymaq. Təbii ki. Geri ödəməyə başlanır. Həmin gündən banka məlumat yollanır ki, bu tələbənin kredit üzrə geri ödənişinə start verilsin. Bu da əslində yaxşı məlumatdır. Bəlkə bilmirdilər bu məlumatı və biz orada təşviq edirik ki, daha yaxşı olar ki, təhsilinizi yarımçıq qoymayın, oxuyun və ödəməyə də vaxtınız qalsın. Xaricdə təhsil alan tələbələr müraciət əsasında istəyə bilərlər. Açığı, bugünkü gün Azərbaycanda, Azərbaycan Respublikasında bizim tətbiq etdiyimiz təhsil tələbə krediti fondunun fəaliyyəti, təhsil tələbə kreditləri daha doğrusu sırf bizim respublika əhatəsində, yəni bizdə fəaliyyət göstərən, akreditasiyadan keçən ali, orta ixtisas və peşə təhsil müəssisələri üçün nəzərdə tutulub və əyani ödənişli oxuyan tələbələr üçün nəzərdə tutulan kredit növüdür. Xaricdə oxuyan tələbələr üçün isə bugünkü gün bizim fondun fəaliyyətində belə bir nəzərdə tutulmuyor kreditlərin ayrılması. Ancaq mən sizin diqqətinizə çatdırım ki, yəqin ki, bu məlumat sizdə də var. Bizim Nazirliyin, Elm və Təhsil Nazirliyinin xaricdə təhsil dövlət proqramı var. Xaricdə təhsilin maliyyələşdirilməsini həyata keçirdirlər. Həm doktorantura, həm magistratura, həm də bakalavr üzrə. Bugünkü gün əmək bazarında ən çox ehtiyac duyulan ixtisaslar üzrə dövlət tam vəsait ayırır onların. Bu artıq həm də bu təqaüddür, bu grantdır eyni zamanda ki, geri ödənişi tələb olunmayan vəsaitlərdir bunlar. Onlar yalnızca təhsilini xaricdə alırlar və məcburdurlar ki, daha doğrusu bu öhdəlikləri var ki, geri qayıtsınlar və bizim bazarda, bizim əmək bazarında fəaliyyət göstərsinlər, dövlətinə, ölkəyə xidmət göstərsinlər, faydalı olsunlar. Səhv eləmirəmsə, orada da deyəsən qəbul balı nəzərə alınır. O konkursda ümumiyyətlə bir sıra meyarlar var ki, onlar yoxlanılır. Tələbələrin həm əgər bakalavrdan mastera gedirsə, bakalavrın qreydlərinə baxılır, yəni müvəffəqiyyət göstəricilərinə baxılır, onların dil biliklərinə baxılır, hansı səviyyədədir. Hətta Dövlət İmtahan Mərkəzində əvvəl topladıqları bala baxılır. Bu müsahibə zamanı suallar ki var, spesifik suallar, ixtisas yönümlük suallar, onlar nəzər salınır və komissiya tərəfindən bu müəyyən olunur ki, hansı tələbə nə qədər bal toplayır və bu topladıqları balın belə müqabilində onlar konkursdan keçir ya keçmir belə. Gələcəklə bağlı da soruşmaq istəyirəm ki, tələbələr sizcə yenə də yetərli qədər məlumatlıdırmı bu kredit fondu ilə bağlı, həm də güzəştlərlə bağlı? Daha da məlumat olması üçün nə hansı tədbirlər görülür və yaxud görüləcək? Fondun komandası olaraq, fond olaraq biz hər il öz fəaliyyət planımızda bunu 2 dəfə etmək məcburiyyətində qarşımıza qoyduğumuz bu KPI-lərdən birisidir ki, misal üçün
bütün təhsil, orta təhsil müəssisələrində çatdıra bilmərik bunu təbii ki. Ali təhsil müəssisələrində, orta ixtisasda və peşə təhsili müəssisələrində bütün respublika üzrə ildə 2 dəfə bunu etmək məcburiyyətində hiss edirik ki, özümüzü yeni qəbul olmuş tələbələrlə, ödənişli oxuyan tələbələrlə görüşək və bu maarifləndirici sessiyaları təşkil edək. Bu davamlı olaraq bizim etdiyimiz bir nömrəli, bu bizim təbliğat təşviqat işlərimizdir. İkinci növbədə nə edirik? Misal üçün, Dövlət İmtahan Mərkəzi ilə sıx əməkdaşlıq edirik. Tələbə artıq ixtisas seçimi etmədən abituriyentlər imtahan ki verdilər ixtisas seçimi öncəsində. Biz onların hər birisinin telefonuna birbaşa SMS göndəririk. Fondun varlığı və fəaliyyəti barədə keçidlər. Artıq orada da onları xəbərdar edirik. Bundan əlavə, DİM-lə gördüyümüz işlər nədir? Abituriyent jurnallarında, magistratura jurnallarında fondla bağlı məlumatlar var. Onların elektron kabinetlərində fondla bağlı keçid və məlumat var. DİM tərəfdən gördüyümüz işlər bunlardır. TV, radio məkanında reklamlar hər il edirik. Fondla bağlı məlumatlandırıcı sessiyalar, verilişlərin qonağı olmaq, müsahibələr, bu tip podkastlar və s. Bunlar da bir tərəfini təşkil edir təbii ki. Və eyni zamanda bizim sosial media üzərindən yayımladığımız bir sıra real həyat hekayələri dediyimiz o anlayış ki var. Baş verən, bizim qarşımıza çıxan, kredit alan tələbələrin o real həyat hekayələrini hazırlayıb video çarx şəklində onları da sosial media məcrasında bölüşürük ki, məktəblərə artıq bu bukletlər və s. bunların göndərilməsi də öz yerində. Elə hekayələr demişkən növbəti sualım elə onunla bağlı idi. Yaxşı gəldiniz o məqama. Kreditdən yararlanan tələbələr arasında sizə ən çox təsirləndirən, bəlkə də biraz kövrəldən həyat hekayələri hansılardır? Açığı, belə hekayələr çoxdur, olduqca çoxdur. Əslində, bir qədər öncə qeyd elədiyimiz o 70.500 ətrafı tələbə müqaviləsi, bunlar rəqəm deyildi. Hər birisinin təbiidir ki, öz hekayəsi var. Birisi vəsait tapmırdı, təhsilini yarımçıq qoyacaqdı və yaxud da ki, bu vəsaiti tapmaq üçün valideyni hansısa böyük bir yükün altına girəcəkdi. Ən azından bank kreditinə girəcəkdi. Kimdənsə borc istəyəcəkdi. Bunlar normal eşitdiyimiz hekayələr idi. Elə ucqar bölgələrdən bəzən bizə bu geri dönüşlərdən sonra bəzən bilirik. Bunu hansısa sorğu nəticəsində bilirik bəzən. Tələbələrimiz də bizə çatdırır. Misal üçün, mənim eşitdiyim belə ən təsirli hekayələrdən biri də o valideynin bizə o çatdırdığı o məlumat idi ki, mən övladımı Bakıda oxutmaq üçün, bu təhsil haqqını qarşılamaq üçün artıq demək olar ki, təsərrüfatımı satırdım. Misal üçün, mal-qara ilə məşğul olur. Artıq görün nə qədər belə uca ürəkli bir valideyndir ki, öz övladını, qız övladını həm də oxutmaq üçün regiondan, yəni təsərrüfatını satır, sabahını düşünmür, amma bunu etmək üçün, yəni övladını oxutmaq üçün bunu etmək niyyətində olub. Son məqamda fondun varlığı ilə bağlı məlumat əldə edib və bizə çıxıb və nəticədə həm təsərrüfatı yerində qaldı, həm də bugün övladı təhsil alır və bizdən davamlı olaraq kredit alır. Sonuncu, bu il yaşadığımız 3 dənə belə hekayə var ki, eyni ailədən 4 nəfər tələbə eyni anda kredit alır. Çox övladlı ailədir, 4 uşaq. Deməli, limit yoxdur, bu arada bir məqama da toxunaq. Xeyr, heç bir limitləmə yoxdur bizdə. Bir ailədən bir uşaq deyil? Nə yaş limiti yoxdur, nə eyni ailədə 2 və daha artıq icazə olması deyə bir şey yoxdur ki, hətta elə keyslər var ki, mən sizin diqqətinizə çatdırım, bu da maraqlı həyat hekayələrindən biridir. Biz bunu da çəkmişdik. Övladı ilə birlikdə oxuyan valideynlərimiz var. Hansı ki, vaxtı ikən ürəyində arzusu qalıb, bugünkü gün sosial cəhətdən imkanı çatmasa belə, fondun hesabına, fond eyni zamanda təşviq edir bunu oxumağa. Bir neçə min manat tapmaq əvəzinə təhsilindən imtina edirdisə, heç vaxt bu haqda fikirləşmirdisə, bugün fondu görür və fondun bu uyğun şərtlərini görür, deyir ki, buradan kredit alıb mən təhsil ala bilərəm. Görün, insanların həyatına necə toxunur burada, necə təsir edir onların gələcək həyatına, rifahına və s. Ana və övlad eyni anda oxuyur və eyni anda öz xəyallarını gerçəkləşdirirlər. Ailə başçısını itirmiş bir xanım ola bilər, eyni zamanda boşanmış bir xanım ola bilər ki, təhsilsiz idi, cəmiyyətdə təhsilsiz xanım bir balaca çətindir onun tutunması. Amma bugünkü gün fond onların da
dayağındadır. Artıq o stereotipləri aşmışıq təbiidir ki, amma regionlarda, ucqar kəndlərdə bəzən belə bir anlayış var idi ki, qızları oxutmurdular, oğlanlara üstünlük verirdilər daha çox. Bizim belə bir video çarxımız da var idi ki, hansı olmuş hekayənin arxasında şəxslər təbii ki dəyişir, amma ssenari həmin ssenaridir. İki övlad var, ikisi də eyni anda ödənişliyə daxil olub, atasının birisini oxutmağa gücü çatır, oğlana üstünlük verir, qız isə təhsilsiz qalmaq məcburiyyətində olarkən fonddan istifadə edir və hər ikisi eyni anda təhsil ala bilirlər. Ağlıma gələn bu 3 hekayə idi, amma daha acıqlı hekayələr var məncə. Arzular yarımçıq qalmır, yəni bu fondun sayəsində. Təbii ki. Əgər tələbə ilə bağlı ağır bir xəstəlik və yaxud da taley yüklü bir məsələ olarsa, insan dili çönmür deməyə, başına bir faciə bir gələrsə, bu halda borcu kim ödəyir, silinirmi, yoxsa kimsə başqasının öhdəsinə düşür ailə fərdlərinin? Elə bu maarifləndirmə işinin əsas məqsədlərindən birisi də ondan ibarətdir ki, burada valideyn heç bir məsuliyyət daşımır da. Yəni, valideynimiz burada nə zamin deyil. Ümumiyyətlə, tələbənin hər hansı bir zamini, müştərək borc alan burada tələb olunmur. Zamin, girov yoxdur burada. Ona görə də özü cavabdehdir, məsuliyyətini özü daşıyır, özü müqəddəratını özü həll edir. Gələcəkdə geri qaytarmadan özü məsuldur. Heç bir halda valideynindən bu tələb olunmur. Valideynin əmlaki və yaxud da əmək haqqısından hansısa bir tutulma mümkünsüzdür. Bu tələbəyə bağlıdır. İkinci dediyiniz hissədə risklər məsələsidir. Bu risklər necə sığortalanır? Təbii ki, sığorta ilə. Buna da risklərin sığortalanmasında forwarding deyirlər də, kənara bu riskin ötürülməsi. Bəli. Biz bunu təhsil krediti müqaviləsi bağladığımız zaman eyni zamanda tələbə ilə sığorta müqaviləsi də bağlayırıq. Onun ölüm və yaxud da ki, əmək qabiliyyətinin tam və ya qismən itirilməsinə görə vəsaitin sığortalamasını həyata keçirir ki, gələcəkdə bu dediyiniz hadisələr baş verərsə, vəsait sığorta tərəfindən dövlət büdcəsinə, yəni fondun büdcəsinə geri qaytarılır. Vətən müharibəsi qəhrəmanlarından olan qazi tələbələrə münasibətdə bu sistem necə işləyir, yoxsa onlar da dövlət tərəfindən azaddılar? Onlar qeyd elədiyiniz kimi, əgər qazi dediyimiz anlayış o deməkdir ki, vətən müharibəsində sağlamlıq imkanlarını itirmiş. Yəni, onların əlillikləri var, onlar imtiyazlı sayılırlar. Qaldı ki, veteranlarımız, biz 22-ci ilin sonlarında artıq təşəbbüsdə bulunduq və vətən müharibəsi veteranlarını, iştirakçılarını, yəni sosial kredit paketimizə əlavə elədik. Hətta bizdən bir semestr həmin kreditdən istifadə etdilər bu tələbələr, vətən müharibəsi iştirakçı olanları. Sonra isə dövlətimiz daha humanist addım atdı. Hətta veteran tələbələri belə imtiyazlı tələbə qrupuna əlavə elədi ki, onlar da bugün təhsil haqqından azaddılar. Bəli, təhsil haqqından azaddılar. Şəxsi həyatda baş verən başqa hadisələrə nəzər yetirsək, ola bilər ki, tələbə məhkumluq yaşamış olsun sizə müraciət edərkən. Birinci sualım odur ki, bu halda onlara kredit verilirmi və yaxud məhkumluqları nəzərə alınırmı? İkinci sualım ondan ibarətdir ki, oxuduğu müddətdə yanlış bir qərarla məhkum həyatı yaşayarsa, ondan sonra bu proses necə tənzimlənir? Əgər tələbəmizin, belə deyək də, bu tələbəlik həyatına qədər, kreditə müraciət etdiyi dövrə qədər, belə deyək. Ola bilər ki, məhkumluqdan çıxıb gəldi, məhkumluğu tələbəlik dövründə oldu, kənarlaşdı, sonra gəldi, bərpa oldu, fərq etmir. Yəni, kreditə müraciət etdiyi dövrdən əvvəlki dövrdə olduğu məhkumluq, bu bizim üçün hər hansı bir səbəb deyil. Yəni, insanların keçmişdə etdiyi yanlışa görə bugünkü gün hansısa bir təyinatı məhdudlaşdırmaq, mən özlüyümdə düşünürəm ki, bu düzgün yanaşma deyil və ən azından islah olub ki, o oxumaq istəyir. Təbii ki. Yəni, biz bunu qazanmalıyıq birinci növbədə. Yəni, bu dəsti xəttə baxsaq, məsələyə qanunvericilikdə də yanaşma belədir ki, biz baxmırıq o adamın tarixçəsinə. Həm həyat tarixçəsinə, həyatda etdiyi səhvlərə və s. və ilaxır məhkumluğu kimi. Eyni zamanda bu tələbənin ola bilər ki, kredit tarixçəsidir. Banklardan aldığı kredit və s. kimi bu tarixçələrdə də qara siyahıda olması kimi, yaxşı ödəniş etməyən, nümunəvi olmayan kredit götürən vətəndaş kimi olması belə onu dəlalət eləmir ki, biz bunu təhsil krediti ayırmırıq. Yəni, bu tarixçələrin heç birisinə baxılmır və kredit təyinatı həyata keçirilir. Qaldı sualın ikinci hissəsinə ki, tələbə zamanı məhkumluq yaşayarsa və yaxud da ki, məzun olduqdan sonra geri ödəmə dövrü başladığı təqdirdə tələbəmiz məhkumluq, təbii ki, bu arzu olunan bir hal deyil. Heç bir tələbənin, heç bir vətəndaşımızın bu halı yaşamasını istəmərik. Lakin bu da risklərdən sığortalanmaq yox, bu möhlət qrupu, möhlət hallarının içərisinə girir ki, bu
Bu məhkumluq halının bitdiyi dövrə qədər tələbə kreditin geri ödənişindən azad olunur, möhlət halıdır. Bizim bu ikinci növbədə qeyd elədiyimiz kimi tələbə kreditin geri ödənişində əgər məhkumluğu varsa möhlət qrupunda olur, yəni möhlətə düşür və geri ödəmə etmir. Hətta öz tarixçəsinə əlavə valideyninin tarixçəsinə görə də ona məhdudiyyət tətbiq olunmur. Hətta biz bunun qeyd edeyim ki, sosial statusların içərisində yox idi. Sırf mən təşəbbüs etmişdim, o vaxt yadımdadır ki, tələbələrimizdən birisinin valideyni əgər cəza çəkmə müəssisəsində olarsa, məhkumluğu olarsa, biz bunu da sosial status kimi qəbul etməliyik. Nəyə görə? Burada özünüz bilirsiniz ki, məhkumluq həyatı yaşayan valideynin həmin tələbəyə nə maddi, nə mənəvi heç bir dayağı yoxdur. Və bu baxımdan tələbə həm həssas qrup sayıla bilər, həm də ki, maddi olaraq bir ailənin üzvüdür. Ona görə də bunu sosial status kimi biz qəbul etdik. Bəzən olur ki, tələbələr həqiqi ehtiyacları olmadan tələbə krediti üçün müraciət edə bilərlər. Hətta mən düşünürəm ki, bəzi tələbələr ola bilər ki, kredit üçün ödənişi ailələrindən götürdükləri halda öz şəxsi istifadələr üçün o məbləği istifadə edib daha sonra sizə kredit üçün müəyyən müraciətləri edə bilərlər. Bu halda sizin münasibətiniz necədir bu tələbəyə və onun müraciəti araşdırılarkən bu faktorlar nəzərə alınırmı? Çox maraqlı nüansdır. Yəqin siz qeyd etməsiniz, təhsil haqqı xərci üçün valideyni tələbəmizə vəsaiti təqdim edir, ayırıb. Özü ödəmir, tələbəyə verir ki, sən apar bu vəsaiti müəssisəyə təqdim et. Təbii ki, bu valideyn və tələbə arasında olan bu münasibətdir. Təbii ki, bu ailə fərdlərinin arasında olan münasibətdir. Bunu Təhsil Tələbə Kredit Fondu belə deyək də, araşdırıb, təhlil edib bunu ortaya çıxartmaq, buna hər hansı bir müdaxilə etmək bir qədər həm çətin anlayışdır, həm də bir yerdə vətəndaşın öz şəxsi, belə deyək, hüquqlarının pozulmasına girir. Mən sizə bir şey qeyd edeyim ki, bu tələbənin kredit alması sırf öz seçimidir. 18 yaşlı şəxs öz müqəddəratını özü həll edir. Bu onun konstitusiyon hüququdur. Eyni zamanda mülki məcəllənin tələbi var burada. Bu adam 18 yaşlı şəxsdirsə, hətta bizim onun valideynlərinə zəng edib bəzən kreditlə bağlı məlumatın ötürülməsi belə bəzən yanlış ola bilər. Tələbə burada çıxış edə bilər ki, qanunvericiliyin tələbində necədir? Kredit mənə ayrılır, məsuliyyət mənimdir və bu zaman mənim valideynimi niyə bu məsələyə qatırsınız? Düzdür, bizim cəmiyyətdə bir balaca bu bəzi məqamlar dəyişir. Ona görə sualı ona görə. Doğrudur, tamamilə doğrudur. Çünki valideynin xəbəri olmadan, amma bu əgər yaxşı məcraya yönəltmirsə bu tələbə bu pulu, valideynin ayırdığı bu vəsaiti, yəni kreditdən valideyninin xəbəri yoxdursa və s. kimi, bu artıq onların ailə daxilində olan məsələlərdir. Düşünürəm ki, bunların həlli ilə bağlı bizim hansısa bir müdaxiləmiz çətin olar. Yəni, mümkünsüzdür bəlkə də. Bəlkə də tələbə bu vəsaiti daha yaxşı işlərə xərcləyir. Amma bunun digər başqa xərcləri də var. Bəlkə tələbənin yaxşı bir dizayner olmaq istəyir, amma valideyni təhsil haqqı ödəyir, amma yaxşı ona kompüter ala bilmir. Bu vəsaiti götürüb kompüter almağa xərcləsə, deməli bu daha yaxşı atılmış addımdır. Biz də burada onun sosial rifahına, digər xərclərinə faydalı olmuş oluruq. Bu təkcə tələbəyə aid deyil. Valideyn özü də tələbənin təhsil haqqı üçün ayırdığı vəsaiti ailənin digər məsələlərinə, sosial rifahına da xərcləyə bilər. Təmiri olsun, tibbi problemlər olsun və s. kimi. Yəni bu işlərə də xərclədiyi zaman fond bununla qarşılaşır. Təhlil edərək yox, geri dönüşdə. Çox xoşuma gəldi. Çəkilişdən qabaq söhbət edərkən dediniz, bəzən olur xanımlar gedib plastik əməliyyat edir. Amma əslində bu da çox ciddi məsələdir. Xarici görünüş tələbə yeni başqa bir həyata qədəm qoyur. Bundan sonra yeni şəxsi həyatda var. O daha gözəl görsənmək istəyə bilər. Təbii ki, bu hallar da ola bilər. Hər hansı bir tibbi əməliyyat ola bilər. Hər hansı bir onun, hətta deyim ki, dil kurslarına, kompüter kurslarına, kompüterin alınması, hansısa bir digər resursların əldə olunması üçün o vəsaitin xərcləməsi düşünürəm ki, normal və daha yaxşı, effektiv bir haldır. Qaldı ki, təhsil haqqının da ödənilməsi Təhsil Tələbə Krediti Fonduna dəstəklənir və o oradan təmin edir o vəsaiti. Dediniz ki, akademik nəticələri yüksək olan tələbələr güzəştlər olunur. Bəzən olur ki, akademik nəticələri yüksək olan tələbələr, çox ağıllı tələbələr, fərdlər
amma davranış kodeksinə uyğun olmayan hərəkətlər eləyə bilirlər. Bunun yəni universitetdə məsəl üçün qarşılaşdıqları problem, rəhbərlikləri ilə filan qarşılaşdıqları problem hansısa hərəkətə görə təhsil haqqının dediyiniz kimi semestrdən semestrə faizin aşağı düşməsi və ya qalması buna təsir eləyirmi yoxsa yox? Universitet mənfi rəy yazarsa, məsəl üçün bununla bağlı. Bu institusional olaraq bu məsələ tələbə və müəssisənin arasında bağlanmış müqavilə, o ona təhsil haqqı müqabilində tədris verir, tədris planını icra edir və onun tələbənin necə ki, müəssisənin öhdəlikləri o tədrisi keyfiyyətli şəkildə ona çatdırmaqdır. Tələbənin də öhdəlikləri o tədrisi qəbul edib, öyrənib, geri qaytarıb öz müvəffəqiyyətini almaqdır. Və bu da davranış kodeksi də bunun digər tərəfi. Təbii ki, müqavilədə bu hissələri də vardır ki, yerinə yetirməzsə, təbii ki, orada universitetdən kənarlaşma və yaxud da ki, hansısa bir imtahana buraxılmaması, müəyyən bir cəza mexanizminin tətbiqi bu həyata keçirilə bilər. Yalnız yenə də qeyd elədiyim kimi bizim məsələmiz deyil. Biz yalnız və yalnız nəticəyə baxırıq. Ay sağ olun. Müvəffəqiyyət göstəricisi sistemə 91 plusdursa qeyd elədiyimiz kimi. Bu o deməkdir ki, bu tələbə bizim üçün əla oxuyan tələbədir. 71 plusda yaxşı oxuyan tələbədir və belə də bizim sistem tərəfindən qiymətləndirilir. Ya da ki, xaric olunubsa, nəticəyə baxırsınız, hansı səbəbdən xaric olunmasına baxmırsınız da belə. Təbii ki, təbii ki. Tələbə kreditləri ilə bağlı qeyri-qanuni fəaliyyət göstərən qurumlar varmı? Tələbələri aldadan fərdlər, tutaq ki, biz o borc bağlanmasına kömək eləyirik filan. Çünki nəyə görə bu sualı verirəm? Mən araşdırarkən bu mövzunu gördüm ki, Amerikada, digər ölkələrdə bu hallara rast gəlinib. Neçə-neçə şirkətlər bağlanıb buna görə. Hətta dövlətin sistemin özündə də boşluqlar olduğu üçün ödənişlərin yanlış gəlməsi, bildirişlərin, hesabatların yanlış verilməsi bu kimi məhkəmə halları olub. Amma məni daha çox sistemin özündəki problemlər deyil, sistemin adından istifadə edən qurumlar və fərdlər maraqlandırır. Üçüncü tərəflərin buradakı atdığı addımlar, phishinglər və s. Bu sırf tələbə və cəmiyyətin maariflənməsi ilə bağlı olan məsələdir. Bu bütün cəmiyyətlərdə var. İstər Amerika məkanında, istər Avropa məkanında bu tip kreditlərin qeyri-rəsmi yoldan birbaşa həllinə dair. Misal üçün, Loro dildə desək, vəd verirəm ki, 10.000 borcunuz var, 5.000 manat mənə gətirin, bu məsələləri mən həll eləyirəm. Falan yerdə mənim tanışım var, həll edəcək. Bax, bu belə yanaşma budur. Çox heyif ki, belə bir şeylər var. Dünya miqyasında baxsaq, mən də bu məsələlərlə çox şükür ki, xəbərdar olmuşam, görmüşəm, oxumuşam. Amma çox şükür ki, bugünkü gün bizim cəmiyyətdə, bizim ölkədə bu tip hal indiyə qədər baş verməyibdir. Baş verməyəcək deyə bir anlayış da yoxdur, amma biz öz fəaliyyətimizi elə formada təqdim etmişik ki, yəni burada yenə də deyirəm, bugünkü gün əgər mənə zəng eləyib hansısa bir vətəndaş belə desə ki, övladım kredit ala bilmədi, imtina düşdü, mən bu adama kömək edə bilmirəm. Çünki burada qanunvericilik var, elektron sistem fəaliyyət göstərir, geri ödəmə də yenə eyni cinahdan, eyni sistemdən, eyni formada davam edir. Yəni burada hər hansı bir vətəndaş təması və burada təsiri mümkünsüzdür. Düşünürəm ki, bizim vətəndaşlar başa düşməlidir ki və başa düşür ki, bu dövlətin ayırdığı vəsait, bu borc bu və ya digər formada həll olunmur. Yəni sırf bu legal xəttlə bu formada həll olunur. Eyni zamanda bir də məsələni diqqətə çatdırım ki, biz fəaliyyətə başlayanda sadəcə olaraq vəsaitin geri ödənilməsi ilə bağlı yox, müraciətə bağlı, Loro dildə dəllallar deyirlər, hansı ki o müraciət üçün ona dəstək olur, çox ağır, prosesi ağır bir proses kimi təqdim edir. Tam maariflənməyən, məlumatsız bir şəxs isə müraciətə görə 100 manat, 50 manat kimi, yəni çox da kiçik olmayan məbləğlər ödəyirdilər. Amma biz bugünkü gün düşünürəm ki, onun da önəmli ölçüdə qarşısını almışıq. Necə almışıq? Vətəndaş yönümlü sistemin daha uyğun, rahat olmasını təmin etməklə, həm görünüş baxımından, buna deyirlər, qrafik olaraq da user-friendly dediyimiz, yəni vətəndaş yönümlü olması, daha rahat anlaşılan, başa düşülən və gecikməyən sistem, emalı həm müraciəti. Eyni zamanda da ikinci tərəfdə də bunun təqdimatı və təyinatı ilə bağlı sürətli prosesi həyata keçirməklə daha çox təlimatları sistemdə yerləşdirmək, yazılı, həm videoçarx təlimatları, eyni zamanda təhsil müəssisələrində məsul şəxslərin bu işi
daha yaxşı öyrənməsi, daha yaxşı bilməsi, hətta məktəblərə qədər bu məsələləri, təlimatları çatdırmamız, regionlarda bizim işlədiyimiz məktəblər, müəssisələr və bunlarla birgə fəaliyyət nəticəsində önəmli ölçüdə bu məsələdə öz həllini tapıb. Mistikaya biraz inanıram. Düşünürəm ki, sizin bugün bu vəzifəyə təyinatınız da hansısa bir keçmiş borcluluqla, mənəvi kredit borcu ilə əlaqədardır, belə deyim. Ola bilsin ki, sizin də keçmişinizdə sizə müəyyən həyatınızın çətin dönəmlərində dəstək verən situasiyalarda insanlar olub, məhz tələbəlik dövründə və yaxud ola bilsin şagirdlik dövründə, bölgədə olarkən, bura gələrkən, bilmirəm tam olaraq. Bu insanları xatırlayırsınızmı? Hansı anda sizə dəstək göstəriblər? Bu missiyanın elə-belə olmadığını hiss edirsinizmi həyatınızda? Hər bir şəxsin həyatında bu tip insanlar, onların mənəvi, istər maddi dəstəkçiləri olur ki, bu dəstək olmadan, yol göstərilmədən, hansısa bir səhv bir qərardan, səhv bir addımdan sonra xüsusi bir o nəsihəti eşitmədən nəticələr, müvəffəqiyyətlər əldə olunmur. Bir yerdə təbii ki, bu kamil insan olmalısan ki, hansısa bir səhvi etmədən birbaşa düzə edəsən. Ağıllı adam o səhvi gördükdən sonra, o nəsihəti eşitdikdən sonra daha yaxşı nəticə üçün daha doğru hərəkətlər edə bilir, daha düzgün istiqamət seçə bilir. Mənim şəxsi olaraq həyatıma təsir göstərən, mən öz valideynlərimi götürə bilərəm. Birinci növbədə atam və anam, yəni mən müəllim ailəsində doğulub boya başa çatmışam. Atam mühəndis, anam müəllim. Onların tövsiyələri, eyni zamanda nəsihətləri, eyni zamanda böyük qardaşımın da yol göstərməsi burada böyük amillərdən birisi ola bilər, təbiidir ki. Universitetə hazırlaşdığım dövrlərdə, abituriyent dövrlərimdə, hətta 10-cu sinifin ortalarına qədər belə, mən hətta fikirləşirdim ki, politologiya, hüquqşünaslıq və s. bu istiqamətə yönəlmişdim. Sonra qloballaşan dünyada bir balaca trendlər ki, dəyişirdi. 2000-ci illərin əvvəllərində texniki sahəyə yönəldim və bir ilin içərisində öz profilimi dəyişib bu sahə üzrə qəbul aldım. Humanitardan texnikiyə yönləndim və bir ilin içərisində bu istiqamətdə təhsilə qəbul oldum. Düşünürəm ki, orada qardaşımın bir balaca yox, böyük bir tövsiyəsi olmuşdu mənə ki, o özü artıq ali təhsil alırdı. Mən humanitar tərəfi oxusam belə, yəni digər fənləri də yaxşı oxuduğum üçün, hətta müəllimlərin bəzən deyir ki, sən riyaziyyat istiqamətini niyə getmirsən? Bu səndə bu kompetensiyalar da var, bu bacarıq, bu sərişdə var. Yəni bu baxımdan bu tövsiyə də önəmli oldu ki, bir daha nəzərdən keçirdib, daha sonra profili dəyişmək və bu istiqamətə yönəlmək. Və burada niyə görə önəmlidir? Baxın, texniki istiqamətə yönəlmiş insanlar, mən həm sistem inzibatçılığı, həm şəbəkə bir yerdə proqram təminatlarının bəlkə açılması istiqamətində də bir sıra fəaliyyətlərim olub, amma bu nəyə görə önəmlidir? Hansısa bir layihəni işləyəndə, özəl təşkilatdan dövlət qurumuna keçərkən və yaxud özəl təşkilatda dövlət qurumuna dəstək göstərərkən, hansısa bir dövlət layihəsini işləyəndə bunun texniki tapşırıq anlayışı var. Bu texniki tapşırığı işləyəndə ən çox informasiya texnologiyaları bunu öyrənir. Siyasət şöbələrindən çox bu qanunvericiliyin tələbinə uyğun proqram təminatının hazırlanması, dəstəklənməsi, ərsəyə gəlməsi zamanı bunu informasiya texnologiyaları dəstəyi göstərən qrup daha yaxşı öyrənir. Bizim burada üstünlüyümüz ondan ibarət olub, bizim bəlkə də xoşbəxtliyimiz. Qanun çərçivəsində bu baş verən bu layihələri proqramlaşdıranda, onu avtomatlaşdıranda biz bunun texniki tapşırığında iştirak eləmişik layihənin hazırlananda və iki tərəfli, həm texniki tərəfi öyrənirdik, həm qanunvericilik tərəfini. Bu bizim üçün böyük bir üstünlük idi. Bu da dayaq oldu ki, eyni zamanda təbii ki, bu ailədən sonra peşəkar karyerada da işlədiyimiz dövrdə bizim rəhbərlərimiz olub və onların da təbii ki, tövsiyələri bizə yol göstərmək olub. Onların sayəsində hansısa bir layihədə iştirak etmişik bəzən, hansısa bir istər texniki, istər qanunvericilik təşəbbüslərini öyrənmişik. Sizi bu missiyaya həm valideyn, həm dövlət, həm işlədiyiniz müəssisələr hazırlayıb gətiribdi demək olar ki. Çox gözəl, çox təşəkkür edirəm. Belə faydalı mövzuda bizə böyük məlumatlar, geniş məlumat verdiyiniz üçün. Məmnun oldum sizi qarşılamaqdan. Bir daha
vaxt ayırdığınız üçün bu mövzuya və məni dəvət etdiyiniz üçün sizə təşəkkür edirəm. Həm öz adımdan, həm fond adından, həm Elm Təhsil Nazirliyi adından. Çox sağ olun. Çox sağ olun. Siz sağ olun.